Dostlar, herkese salam. Hoş gördük sizleri kanalımda. Bunlar mənim Pekin ördəklərimdir. Səsli ördəklərim. Deməli, bunları almışam aprelin 12-si. Hal-hazırda 47 günlüydü bunlar. Bunlara heç biri vitamin, dərman, heç nə verilmir. Prosta sularını dəyişirəm gündə 3-4 dəfə. Təzə su, təmiz su. Çox çirkləndirirlər, hədsiz. Yemləri də arpa yarması, buğda yarması, diri buğda qarışdırıb verirəm, yeyirlər. Gündə 3 dəfə, səhər, gün, orta, axşam. Ot da həmişə olur qabaqlarında. Ya özləri tapır yer, ya mən biçib tökürəm qabaqlarına, yeyirlər belə. Yaxına gedə bilmirəm, hədsiz hürkəkdilər də, yaxın gedəndə hamısı uçuşur, bir-birini tapdalayır. İnşallah ki, bunlar 70 günə kəsilməli olarlar yəqin ki. İki dənəsi rənglidir içində. Qalanları da ağdır. Bunları 1 manat 50 qəpiyə almışdım mən. Belə. Bunlar haqqında elə deyəcək bir şey yoxdur. Çünki başqa dərman falan verilmir. Öz-özünə böyüyən heyvanlardır. Belə dostlar. Kanalıma abunə olun, sizdən xahiş eləyirəm. Videoya like qoyun. Yorumda nə istəsəz sualınızı, fikrinizi yazın. Çox sağ olun. Öpürəm sizləri. Növbəti videoda da görüşərik inşallah. Hələlik.